ilk tələb müəllimin tədris prosesində istifadə etdiyi məzmundan kənara çıxmamaq. Bəzən görürsünüz ki, bizim ifadə etdiyimiz bu cümlə müəyyən anlaşılmazlıqla qarşılanır. Yəni, biz məzmun deyəndə, yəni hansı mövzuları nəzərdə tuturuq. Amma həmin mövzunun, məsələn, deyəndə ki, dərsliklərdə, sonra tədris planlarından kənarda mövzular tətbiq olunmur. O zaman müəllimlərimizdə müəyyən bir fikir yaranır ki, bəs onda niyə görə belə çətin suallar olur və s. Aydın məsələdir ki, mövzu eyni qala bilər, amma sualların tərtibatında aydın məsələdir ki, şagirdə veriləcək sual, tapşırıq səviyyəsində suallar tərtib olunmur. Aydın məsələdir ki, burada artıq müəllimin fəaliyyətinə uyğun olaraq suallar olur. Eyni zamanda pedaqogika və metodika, burada bilirsiniz ki, 60 sualdan 50-si məzmunla bağlı olur və onu pedaqogika və metodika ilə bağlı olur və onunla bağlı da konkret olaraq hansı məzmun əhatə olunacaq, çünki bu sözsüz ki, dərslik deyil, bu müəllimin gündəlik fəaliyyəti ilə bağlıdır və burada da tam bütün mövzular əhatə olunur və oradakı sual sayı, bölgüsü, çünki orada məzmun sahələri var ki, hansı məzmun sahələrindən suallar tərtib olunacaq, metodikaya neçə sual veriləcək, pedaqoji sahədən neçə sual olacaq və həm də mövzular konkret olaraq hansılar olacaq ki, müəllimlərimiz rahatlıqla imtahana hazırlaşa bilsinlər.